Sosialist yenidən qurmaq. Yeni iqtisadi siyasət düzdür, çox yaxşı bir layihə də olsa da və Azərbaycanı, o cümlədən Azərbaycanın çərçivəsində ümumi şəkildə SSR-ni böhrandan çıxarsa da, bu SSR prinsiplərinə zidd idi, SSR qaydalarına zidd idi. Çünki cəmiyyətdə təbəqələşmənin yaranması, cəmiyyətdə varlı kasıb təbəqənin genişlənməsi Sovet ideologiyasına zidd olduğu üçün bundan imtina eləmək qərarına gələcəklər. Və 1925-ci ildə yeni iqtisadi siyasətdən imtina eləyərək sosialist yenidən qurma adlı bir layihə elan olunacaq. Sosialist yenidən qurma layihəsi dedikdə Azərbaycanda bu proses 1925-də təqribi, yəni götürsək burada məsələni 1938-ə kimi davam edir. 38-ə kimi. Sosialist yenidən qurma deyəndə sənayeləşdirmə, kollektivləşdirmə, bir də mədəniləşdirmə. Sənayeləşdirmə prosesi necə həyata keçirilir? Sənayeləşmə prosesi, belə deyək də, sosialist yenidən qurmanın ən böyük əsas sahəsi idi. Sənayeləşmə deyəndə iki sahəyə önəm verilirdi. Neft və elektrikə. Və 1926-cı ildə bunun üçün bir komissiya yaradılacaqdı. Bu komissiya sənayeləşmə xəttini, prosesi həyata keçirəcək. Neft sənayesində nə edəcəkdir? Baxın, yeni iqtisadi siyasətin neft mədənlərinin elektrikləşməsi başlanmışsa, burada başa çatacaq. Yeni iqtisadi siyasəti, baxın görürsünüz cümlələri fərqli-fərqli verirəm, yəni bilinen fərqlər nədir? Yeni iqtisadi siyasətdə xaricdən neft çıxarılan avadanlıqlar alırsa, burada özümüz istehsal edəcək. Yenə neft mədənləri qazılacaqdır, yenə yeni neft qurğuları tətbiq olunacaqdır və yenidən neftarma zavodu yenidən sıfırdan qurulacaqdır. Bu, qısa müddət ərzində neft sənayesində çox böyük inkişafa səbəb olacaqdır. Hansı ki, bu inkişaf Azərbaycanın neftin hasilatını artıracaqdır. Quru sahədə olan bu limanlar falan, belədir, Bakı limanları falan qurulacaqdır və onların hamısı neft hasilatı üçün torpaqlar qazılacaqdır. Burada neftarma zavodları tikilməyə başlanacaqdır. Bakı şəhərində və bir çox digər ərazilərdə. Sonra neftarma zavodla bərabər demək olar ki, digər fabrik zavodları tikiləcəkdir. Kreker qurğularını istehsal edən fabrik zavodu tikiləcəkdir. Dizel qurğularını istehsal edən fabrik zavodu tikiləcəkdir. Bunların hamısı tikiləcəkdir. Və bununla paraleldə digər sahələrdə də fabrik zavodları tikiləcəkdir. Hansı ki, qısa müddət ərzində, sənayeleşmə xətti müddətində Azərbaycanda 35-ə yaxın yeni müəssisə istifadə ediləcəkdir. Bu da həqiqətən çox böyük bir rəqəmdir bu yeni müəssisə. 35-ə yaxın yeni müəssisə istifadə edilməz. Ümumiyyətlə sənayeleşmə dövründə iki plan xətti qurulacaqdır. 1928-ci il və 1932-ci il 5 illik plan 1932, yəni 33-də əsas verilir və 1938-ci ikinci 5 illik plan olacaq. Bu 5 illik planın nəticəsində, yəni bu 2-5 illik planın sənaye cəhətdən tətbiqi nəticəsində Azərbaycan aqrar ölkədən aqrar sənaye ölkəsinə çevriləcəkdir. Aqrar ölkədən aqrar sənaye ölkəsinə çevriləcəkdir. Əslində sən çıxa bilərsən. Hə, aqrar ölkədən aqrar sənaye ölkəsinə çevriləcək. Yəni bu iki plan əsasında, yadınızda saxlayın. Bu 2-5 illik plan əsasında sənaye istehsalatı artdığı üçün Azərbaycanda həm kənd təsərrüfatı məhsulları istehsal olunur, həm də aqrar məhsulları istehsal olunacaq. Yəni bir də ki, sənaye məhsulları istehsal olunacaq. Bundan paraleldə sənayeleşmə nəticəsində Bakıya yeni axınlar olacaqdır. Yeni rus dilli axınlar olacaqdır. Həmçinin burada ermənilər də köçürüləcək, gürcülər də köçürüləcəkdir, ruslar da köçürüləcəkdir. Bunun səbəbi nə idi? Yeni sənaye sahələri istifadə edəndə işçi qüvvə çatışmayacaqdır. O dövrdə ümumilikdə Sovetlərdə 32-ci ildə pasportlaşma sistemi tətbiq olmuşdur. Hər bir şəxsə pasport verilirdi, amma kəndlərə verilmədiyi üçün ümumi Sovet sferasında kəndlərə verilmədiyi üçün burada kəndlilər şəhərə köçə bilmədilər. Kəndlilər şəhərə köçmədikləri üçün də belə bir növ insan belə deyək də amili azalmışdı, ancaq məcbur başqa yerdən gətirəcəkdilər. Sonra bundan sonra nə deyəcəkdir? Azərbaycan digər sənaye sahəsi dediyimiz elektrik sənaye sahəsidir. Ümumiyyətlə Füzulidə, sonra Nuxada, yəni Şəkidə, sonra Salyanda,
bu ərazilərdə isti elektrik stansiyaları tikiləcəkdir. Elektrik hasilatı artırılacaqdır. Hətta mən sizə deyim ki, Azərbaycan 3-cü ölkəyə qədər ucalacaqdır. Elektrik, yəni qalxacaqdır. Elektrik hasilatına görə qalxacaqdır. Bu dövrdə Bakı-Batum neft kəməri istifadəyə veriləcəkdir. Yəni bərpası olunacaqdır. Bakı ilə Moskva arasında müntəzəm uçuşlar həyata keçiriləcəkdir. Bu sənayeləşdirmə xətti müddətində. Bunlar olacaqdır. Ümumilikdə sənayeləşdirmə nəticəsində işsizlik Azərbaycanda aşağı düşəcəkdir, yeni axınlar olacaqdır, Gəncə ikinci sənaye şəhərinə çevriləcəkdir və Azərbaycan aqrar sənaye ölkəsinə çevriləcəkdir. Bu sənayeleşmə proseslərinin hamısı baş verəndə, bu bilirsiniz hardan gələn gəlirlər hesabına baş verdi? Kənd təsərrüfatına gələn gəlirlər hesabına. Yəni biz Azərbaycan buğdasını satırdı, oradan gələn gəliri yatırdılar sənayeyə. Azərbaycan arpasını satırdı, oradan gəlir. Pambığını satırdı, oradan gələn gəliri yatızdırırlar. Eyni ilə ipək satırdılar, gələn gəliri yatızdıracaq. Və bu isə kənd təsərrüfatının bir növ zəifləməsinə gətirib çıxarır. SSR bundan çox güclü məharətlə istifadə edəcəkdir və kənd təsərrüfatında vaxtı ilə kəndlərə payladığı, 1920-ci ildə payladığı torpaqları geri almaq qərarına verəcək. Bunu isə 1929-1933-cü illərə əhatə eləyəcək kollektivləşdirmə xətti olacaqdır. Burada da birinci məqsəd kənd təsərrüfatındakı təbəqələşməni yox eləməkdir. Yəni hamı bərabər işləsin istəyir. İkinci məqsəd isə torpaqları dövlətin əlində cəmləşdirməkdir. Bu Sovet dərsində keçmişdik də, kolxoz-savxoz quruluşu yaranacaqdır. Kolxoz-savxoz quruluşu prosesində kolxoz bilirsiniz ki, olacaq sahibkar torpaqların hesabına yaranan quruluşuydu. Savxoz isə dövlət torpaqları hesabına yaranan quruluşuydu. Kollektivləşmə ümumi işləmək demək, yəni hamı bərabər işləsin. Amma Azərbaycan xalqına bu yad idi. Niyə yad idi? Azərbaycan xalqı heç vaxt sevmirdi belə bir şey. Həmişə fərdi təsərrüfat önəm verirdi və fərdiçilik. Ona görə Azərbaycanda bu proses çətin gedirdi. Birinci yad olduğu üçün çətin gedirdi. İkincisi isə həmin vaxtı dini amilə qarşı mübarizə aparılan bir vaxtda baş vermişdi. Yəni hansı ki Azərbaycanda belə deyək də müsəlmançılığı, İslamın qarşı mübarizə aparırdılar, dini rituallara icazə vermirdilər və xalqın həmin vaxtı nifrəti vardı. Üstünə də gəlir deyir ki, buna qolçamağa gəlir deyir ki, bundan sonra sənin torpaqları əlindən alıram və sən birləşirsən adi kəndliylə bir yerdə işləyirsən. Qolçumaq deyir, o dünənə ki mənim əlindən altı işləyir, nə oldu indi mən onu əlindən altı işləyir? Yəni birləşirlər. Bu isə ikinci bir problem yaşanırdı və ona görə də mübarizə çox güclü gedəcəkdir. Hətta 1930-cu ildə kollektivləşmənin ən güclü dövründə Azərbaycan kəndləri üsyan qaldıracaqdı. Bir çox yerlərdə, hansı ki bunlar Naxçıvandır, Şəkidir, Şəmkirdir, Carbalakəndir, bu ərazilərdə üsyanlar baş verir kollektivləşməyə qarşı. Bir müddət hardasa, bir müddət ləngisə də, amma 36-cı il statistikasına görə, 1936-cı il statistikasına görə Azərbaycanda artıq kollektivləşmə 80-85% prosesi həyata keçirmişdi artıq, yəni bu dövrdə. Kollektivləşmə zamanı qolçomaq sinifi tamamilə məhv ediləcəkdir. Kollektivləşdirmə zamanı qolçomaqların bir növ hər şeyi əllərinə alınacaqdır. Nəticələrə baxdığımızda kollektivləşdirmə nədir uşaqlar? Nəticələrə baxdığımızda Azərbaycan kəndlisinin əməyə marağı azalır. 1. Qolçomaq sinifi məhv olur. 2. Bazar iqtisadiyyatı ləğv olunur. 3. Planlı iqtisadi tətbiqi genişlənir. 4. Və kənd təsərrüfatı hasilatı aşağı düşür və ümumilikdə bir növ kənd təsərrüfatı zəifdir. Bunun üstünə də hələ 32-ci ildə pasport sistemi tətbiq olunur və kəndlərə pasportun verilməməməsi, kəndlərin bir yerdən başqa köçməsi, qəti qadağan edilməsi, bu da kəndlərin vəziyyətini daha da ağırlaşdırır. Ümumiyyətlə kolxoz quruluşu çox mənasız bir quruluşuydu. Yəni çox yalan üzərində qurulmuşdu. Düşünün ki, mən bizim o dövrdə danışırdı müəllimlərimiz universiteti izah edəndə. O deyir bizim məsəl üçün bizim öz kolxoz quruluşumuz var idi kəndimizdə. Deyir məsəl üçün deyək ki, yazı orada pul yemək üçün də, yəni pul əldə etmək üçün kolxozun deyir 300-dən qoyunu var idisə, yazırlar 500 qoyun, 600 qoyun. Onun əvəzinə o otu, arpası ayrılır daxil. Ona görə yəni o dərəcədə pulu yeyirlər. Bir dənə də ay Sovetin dövründə rüşvət yox idi, qala elə bir şey yoxdur, elə bir şey. Yəni qəşəngdə var idi. Sonra gəldi mədəniləşdirmə. Ən çox sevdiyim hissə burada. Həqiqətən sözün əsl mənasında Sovetin demək olar ki, bizə yeganə xeyri budur SSR-nin. Amma buna toxunmamışdan qabaq biz bir prosesi danışmalıyam sizə. 30-cu illərdə Sovetlər özlərində daxil bütün respublikada repressiya siyasəti edəcək. Repressiyaların ümumilikdə məqsədi cəmiyyətdə qorxu yaratmaq idi, insanlar üzərində hegemonluğu təmin etməkdir və bir də
bununla paraleldə bir növ tam nəzarət ələ keçirməkdir. 1934-cü ildə Kirovun öldürülməsindən sonra SSR özündə repressiyaya başlayır. Amma ən güclü, ən qanlı hissəsi Azərbaycandaydı. 1936-cı ildə başlayıb, 1937-ci ildə ən pik həddinə çatacaq. Biraz qanlı olma səbəbi nə idi uşaqlar bunun? Azərbaycanda bütün Daxili İşlər Naziri orqanlarında erməni və gürcülərin yerləşməsidir. Xüsusən də ermənilərin yerləşməsidir. Onlar çox xüsusi canfəşanlıq edir. Məsələn, kənddə kiminsə xoşu gəlmirdi, zəng elirdi, şikayət edir ki, filan kəs nə bilim casusdur, anti-inqilabçıdır, axşama götürüb aparırdılar onu. Yəni söz gətirmirdilər o dərəcədə. Amma ilahi ədalət burada çox qəşəng işləyir. 36-cı il repressiyaya məruz qalanlar AXC-ni satanlar insanlar olacaq. Birinci Azərbaycan Xalq Cümhuriyyətini satıb SSR-in tərəfinə keçənlər və yaxud da AXC-nin süqutu naminə də olsa Sovetlərin müdafiə edən şəxslər idi. Bunlar Ruhullah Axundov idi, Əliheydər Qarayev idi, sonra İldırım idi. Bunların hamısı tamamilə elə birinci qurban olan. Sonradan isə Azərbaycan yazıçıları, şairləri idi, ziyalı xadimləri idi, hansı ki cəmiyyətin əsas aydın təbəqəsi dediyimiz şəxslər ki, bunlar da repressiyaya məruz qalacaqdı 36-37-ci il. Bir də burada Cənubi Azərbaycanda baş verən Cənubi Azərbaycanların bağlı qərarı. 1938-ci ildə SSR rəhbərliyi qərar verir ki, Azərbaycandan vaxtilə cənubdan bura gəlib işləmiş şəxslər buranı tərk etməlidirlər. Amma hansı halda tərk etməyə bilərdilər? SSR vətəndaşlığını qəbul edib 10 gün içərisində Qazaxstanda gedib qalmalıydırlar. Yox, əgər qəbul eləmirlərsə, elə 10 gün içərisində də Şimali Azərbaycanı tərk etməlidirlər. Burada bəzi Cənubi Azərbaycan soydaşlarımız qəbul eləmədikləri üçün Şimali Azərbaycanı tərk edir və Cənubi Azərbaycanı qayıdırlar öz ölkələrinə. Lakin bu ölkələrdə onları Sovet casusu adı ilə repressiyalara və incidilmələrə məruz qoyurlar. İndi keçdiyim mədəniləşdirmə. Mədəniləşdirmədə Sovetin məqsədləri Çar Rusiyasında olduğu kimi savadlı kadr yetişdirmək, özünə sadiq insan yetişdirmək və Sovet ideologiyasına sadiq insan yetişdirmək. O dövrdə çox böyük işlər görüləcək həqiqətən. Birincisi, 1920-ci ildə iki təşkilat yaradılacaq. İki ideologiya yaranacaq. Bir, savadsızlığa qarşı mübarizə, bir də 20-ci ildə Allahsızlar cəmiyyəti yaradılacaq. Allahsızlar cəmiyyəti bəllidir nə üçün yaradıldığı. Yəni Tanrının İslami amillərə qarşı, Xristian amillərə qarşı mübarizə aparmaq üçün yaradılmışdır. Bütün dini rituallar ləğv olacaq. Yəni Allahsızlar cəmiyyətinin adı bəllidir, yəni bunu bilir. Savaşa qarşı mübarizə cəmiyyəti nə idi? Savaşa qarşı mübarizə birinci yaranır, 1920-də elan edilir. Bunun üçün axşam kursları, sonra bazar kursları təşkil olunur. 1923-cü ildə isə Savaşa qarşı mübarizə idarəsi yaradılacaq. Azərbaycan xalqı həqiqətən oxuyub yazmağı bilməyən xalq idi. Amma bu prosesdən sonra Azərbaycan xalqının demək olar ki 70% oxuyub yazmağı. Hətta bugünkü statistikada Azərbaycan xalqının 80-90% yazıb oxumağı bilirlər. Yəni yazmaq və oxumaq nədir onu anlaya bilirlər. Yəni çünki bunu müasir dövrdə bacarmayan, hətta mən sizə deyim buradan qonşumuz olan Türkiyədə belə var. Bu gün özdə yazıb oxumağı bacarmayan insanlar mövcuddur. Rusiya, Sovetlər bunu tamamilə ləğv edir Azərbaycanda və bunu 90% bacarırlar. Və bu nə ilə 20-30-cu illərdə Bakı dövlətinin nəzdində açılacaq universitetlər hansılar olacaqdı? Tibb Universiteti idi, Pedaqoji Universiteti idi, sonra Politexnik Universiteti, yəni bunlar baş dövlətin nəzdində açılan universitetlər olacaqdı. 20-30-cu illərdə həmçinin teatrlar açılacaqdı. Rus dram teatrıdır, sonra digər Cəfər Cabbarlı adına teatr olacaqdı. Sonra uşaq teatrıdır, kukla teatrları idi. Bunlar da yəni kino teatrların açılması idi. Həmçinin bu dövrdə bir çox elmi yeniliklərə də imza atacaqdı Azərbaycan ziyalıları və alimləri. Bunu verəcəyik. Bundan paraleldə gələk əlifba məsələsinə. 1922-ci ildə əlifba komissiyası yaradılacaqdı. Azərbaycanda əlifbanın dəyişdirilməsinə bağlı. 1926-cı ildə türkü dövlətlərin hamısı birinci Türkoloji qurultay keçirilir. Burada türkü dövlətlərinin vahid əlifbası yaradılması haqqında qərar verilir. Və 1929-cu ildə isə Azərbaycan Latın qrafikasına keçid edəcək. Ərəbdən Latına keçidilir yanvarın 1-də. Lakin Türkiyənin Latın qrafikasına keçid eləməsi Sovetlərin qorxusu oldu ki, Türkiyə ilə Azərbaycan arasında əlaqələr yaranar. Bu Latın qrafikası bir-birinə başa düşülür. Ona görə də 1940-cı ilin yanvarın 1-də Kiril əlifbasına keçid edəcək. Təbii ki, əlifbanın belə tez-tez dəyişilməsi Azərbaycanın nəsillər arası
əlaqələrinin bir növ kəsilməsinə gətirib çıxaracaqdı. O da çox böyük bir şey deyil. Adətən əsərlərin tərcüməsi yarımçıqalıdır. Başqa heç nə deyil idi. Sonra bu dövrdə 1926-cı ildə kino, studiya, radiostansiya fəaliyyət göstərəcəkdi. Bunları bilməlisiniz 26-cı illərdə. Sonra bununla paraleldə nələr olacaqdı burada? Onları dedi. Hə. Yəni bunlar mədəni tədbirlərdir ki, Azərbaycan xalqının mədəni belə deyək, irsinin qorunması çox böyük bir mühüm rol oynayacaqdılar və bunlar da sizin dərsiniz olacaq, sosial siyasət.